Son günlər aramsız yağışlardan sonra Neftçala rayonunun Həsənabad qəsəbəsində acınacaqlı vəziyyət yaranıb. Sakinlər palçıq əlindən qəsəbədə hərəkət edə bilmirlər. Yaranan vəziyyətdən aidiyyatı qurumlar da xəbərdardır. Belə çöl olmaz. Uşaqlarımız məktəbə gedə bilmir. Həsənabad qəsəbəsinin Səməd Vurğun küçəsinə toplanan quruntusuları həm piyadaların, həm də avtomobillərin gediş-gəlişini çətinləşdirib. Mövcud vəziyyət sakinləri sözün əsl mənasında təngə gətirib. Palçıq səbəbindən uşaqlar günlərlə məktəbə gedə bilmirlər. Məktəb tərəfə gedib baxsınız, məntəqə tərəfə gedib baxsınız. Yəni ki, məntəqə tərəfdə orada asfalt görünür sənətdə, amma indi asfalt yoxdur. Gözümüz açandan bu vəziyyətdədir. Yəni su dizdən, dürənləri su burada dizdən idi. Qəsəbə sakinləri bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, məsələ həllini tapmır. Hər müraciətdən sonra qurumlar yalnız küçədən suyu çəkməklə işini bitirmiş hesab edir. Küçədəki drenaj sisteminin təmizlənməməsi səbəbindən küçə yenə də su ilə dolur. Sudan nə heç yerə gedə bilmirik, nə mağazəyə, nə tükana, nə qırağa çıxa bilmirik. Həyətimizdən bayaqdan neçə metrə su atmışam. Neftçala rayonu Həsənabad qəsəbə bələdiyyəsinin sədri Rauf Ələkbərov bildirdi ki, vəziyyət son günlər yağan intensiv yağışların nəticəsində bu həddə çatıb. İndi əsas məsələ o problemin köklü həll edilməsidir. Həmin küçədə hündürlük səviyyəsinin ölçülərək oraya qum və qrabel daşlarının tökülərək həmin küçələrin hamarlaşdırılması, bərpa olunması planlaşdırılmışdır. Bunlar hamısı mərhələlər şəkildə görüləcəkdir. Qeyd edək ki, hazırda Neftçalanın Həsənabad qəsəbəsində 7000 sakin yaşayır. Yaqub Mehdoğlu, Diana Calali, Vüqar Qaliboğlu, Spoys xəbər.